Son görsən, haqq yolda gedənlərin sayı azdır, o yolda getməyə soyutma özü. O yolda get, inamla get. Elə bil ki, Allahın səndən başqa işi gücü yoxdur. Azan sənin azanındır, Bakı şəhərinin azanı yox. Bu azan mənə görə verilir, filan kəsə görə. Qiyamətdə belə görəcək, bax. Mənə görə azan verildi. Mənə görə filan hadisə baş verildi. Bu Ramazan ayı mənim Ramazan ayımdır, mənim üçün gəlib, şəxsən mənim üçün. Və tək mənim üzərimdədir hər şey. Baş qəhrəmanı mənəm bu yaradılış filminin. Hamı da belə düşünə bilər. Epizodik rolda heç kəs yoxdur. Hamı öz həyat əsərinin baş qəhrəmanıdır. Və Allahın nəzərində təkcə odur, başqaları yoxdur. Dində güclənməyin yolu ancaq müstəqil olmalıdır. Təsirə düşən adam inkişaf eləyə bilməz. Biri bir dənə söz atır ortaya, 1000 nəfər adam təkrar edir düşünmədən. Dəhşətə gəlirsən ki, ay Allah, bir zərrə qədər bu adamın düşüncəsi var ya yoxdur. Baxırsan, görürsən, bir dənə adı bəlli olmayan adam bir sözü atır ortaya, 100 dənə adı bəlli olan adam onun sözünü təkrar edir. Allah o vaxtacan təxirə salacaq zuhuru ki, müstəqil adamlar az da olsa formalarsın. Belə cəmiyyət imam başı kəsən cəmiyyətdir. Asıl adamlar, ancaq ictimai rəylə oturub duran adamlar, bu kimi adamlar heç vaxt heç yerə çata bilməz. Birdən mənə gülərlər, məsxərə eləyərlər. Bəziləri bunun qorxusundan din əməl eləmir ki, mənə qohumlar nə deyər? Və yaxud da bir söz deyim sizə, bir fikirlə razıdır, qorxur yazmağa. Bir dənə like qoymağa qorxur ki, mənə də adımı qoşarlar ora, nə işimə qalıb mən. Sosial şəbəkə bunsundur. Adam bilir ki, kim müstəqildir, kim yox. Bəzi adam var ki, prinsipial, ardıcıl, ağıllı mövqeyi var, yazır, mövqeyini bildir və lazımdır da sosial şəbəkədən istifadəyə təşviq edirəm mən gənclərimizi. Çox vacib məsələdir. Haqq mövqeyini insan əsaslandırıb ortaya qoysun, müzakirə eləsin. Bütün günü boş-boş yox, lazım olan məqamda, lazım olan həddə. Hətta deyərdim, yəni, mənim fətva vermək səlahiyyətim yoxdur. Şəri mənada demirəm, amma vacib hesab edirəm, yəni. O, günün müəyyən hissəsini, müəyyən vaxtları orada iştirak eləmək, o mövqe bildirmək, fikirlərvi bölüşmək. Allahın xoşu gəlir müstəqil adamlardan və acığı gəlir asıl adamlardan. Allah belədir. Bəzi mövzular var, Allah üçün həssasdır. Məsələn, deyir, birinin varı çoxdursa, o ilə danışanda səsini dəyişdirsə Allah deyir ki, ata uyandıracaq. Cəmaət imamları ona görə dəstəksiz qoyub ki, boylanıb görürlər kim var, görürlər heç kəs deyirlər, mənə nə düşüb. Təsəvvür edirsiniz, bu xüsusiyyət gəlib imam qatil olur.